Xrom içirəm. Nədir bu? Xrom bədənimizdə qlükoza və yağ metabolizmini tənzimləməyə qadir bir mikronutriyentdir. Onun bədənimizdəki rolu insulinin qlükoza molekulunu hüceyrənin tərkibinə rahat şəkildə keçməsini təmin etməkdir. Bəs yaxşı, mən bu xromdan niyə istifadə edeyim? Əgər idarə etməkdə çətinlik çəkdiyiniz şirniyyat krizləriniz varsa və yaxud da ki, un məmulatlarına qarşı xüsusi marağınız varsa, bu zaman xrom sizə köməkçi ola bilər. Əgər qanınızda insulin səviyyəsi yüksəkdirsə, prediabet mərhələsində insulin dirənci yaşayırsınızsa, bu zaman da xrom istifadə edə bilərsiniz. O sizin qanınızda insulin miqdarını normallaşdırmağa kömək edə bilər. Əgər qarın tipli kökəlməniz varsa, bu zaman da xrom istifadə edə bilərsiniz. Xrom qlükoza metabolizmini sürətləndirərək yağların qarın bölgəsində toplanmasının müəyyən dərəcədə qarşısını ala bilər. Əgər yemək yeyəndən sonra ağırlıq hiss edirsinizsə, yuxunuz gəlirsə, qan şəkəriniz kəskin şəkildə qalxırsa, bu zaman da xrom sizə kömək edə bilər. Bunun kimi məlumat xarakterli videoların sosial şəbəkələrdə daha çox olmağını istəyirsinizsə, videonu bəyənib paylaşmağı unutmayın.